Salam aleyküm hər kəsə. Gördüyünüz bu məkan Tehran şəhəri Musalla deyilən bir yerdir ki, burada cümə namazları qılınır. Təxminən 1 saatdan sonra böyük rəhbər, imam, şəhid Seyyid Ali Xamenei Həzrətlərinin baş bədəni üstün cənazə namazı qılınacaq. Və bir neçə gündən sonra Məşəd şəhərində ağa dəfn olunacaq. Mən bu şəhadət münasibəti ilə dünyanın bütün vicdan əhlinə, qeyrət əhlinə, namus əhlinə, şərəfli insanlara, ləyaqətli insanlara, insanlığın dostlarına, millətindən, dinindən asılı olmayaraq, ədalət əhlinə başsağlığı ərz edirəm. Xatırlatmaq istəyirəm ki, 28 fevral 2026-cı ildə ağa saziş, müqavilə söhbətləri getdiyi bir vaxtda qəflətən hücuma məruz qalıb və düşmən tərəfindən mənfur Trump, Netanyahu, Epstein alyansı tərəfindən terrora məruz qalıb və şəhadətə yetirilibdir. İstəyirəm bir xatirə danışam. İllər əvvəl bir məclisdə, toy məclisi idi. Söhbət oldu. Orada həm dini camiyyədən insanlar var idi, həm dini camiyyədən olmayan insanlar var idi, yəni adi insanlar. Orada mən bir çıxış elədim. İstədim ağanın şəxsiyyətini və kimliyini az da olsa bacardığım qədər insanlara tanıdım. Bir dənə misal çəkdim ki, Hristiyan dünyası öz üçün bir dənə papa seçib, Vatikanda oturur, ona mənəvi ata deyirlər. Slavyan xalqlarında bir mənəvi atası var. Ad məsələdir, Aleksey, Vasya fərq eləməz. Moskvada, Peterdə, hər bir məkanda oturub. Amma bizim də bir rəhbərimiz var, imamımız var. Amma nədənsə bütün dünyanın mənfur insanları hər yerdə çalışırlar, onun şəxsiyyətini aşağılasınlar. Və istədim o zaman bildirəm ki, və müsəlmanlar da yetim deyil. Əgər müxtəlif millətlər özləri üçün bir atası seçə bilirlərsə, Allahın inayəti ilə İmam Zaman Əcəllallahu Fərəcə Şərifin də bir naibi var ki, bir gün zahirdə biz müsəlmanların atasıdır ki, bu şəxsiyyət də Seyyid Ali Xameneidir. Amma o zamandan çox vaxt keçib, mən indi uzun müddətdən sonra anlayıram və başa düşürəm ki, mən Seyyid Ali Xamenei Həzrətlərinin şəxsiyyətini izah edən vaxt elə bir səhvə yol vermişəm ki, ağanın şəxsiyyətini, uca şəxsiyyətini tam kamil bir formada izah edə bilməmişəm. Çünki bir gün zaman ispat edir ki, ağa tək müsəlmanların atası deyil. Bugün əgər dünyanın